Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadə. Səttar Bəhlulzadə Bakının Əmircan kəndində anadan olmuşdur. 1909-cu il 15 dekabr bilirsiniz ki, Respublikamızın hər yerində Səttar Bəhlulzadəni anım günü qeyd olundu və Səttar Bəhlulzadə Əmircan kəndində mühafizəkar bir ailənin övladı olmuşdu. O dövrdə rəssamlıq sənətinə çox da yaxşı yanaşmırdılar. Çünki kişilər əsasən tarlada kənd işləri ilə məşğul olurdular. Rəsm sənətinə hobbi kimi baxırdılar. Riyaziyyata çox böyük marağı var idi, amma rəssamlığa olan sevgisi onu bu sənətdən uzaqlaşdıraraq məhz rəssamlıq sahəsində impresyonizm üslubunda yaratmağa sövq etmişdi. Bilirsiniz ki, xarici rəssamlardan impresyonizm üslubunda işləyən məhz Vincent van Gogh olmuşdu. O da Vincent van Gogh'un yolu ilə getmiş və Səttar Bəhlulzadə də necə ki biz karandaşla işləyərkən ştrixlərdən, kölgələrdən istifadə ediriksə, məhz rənglərdən Səttar Bəhlulzadə elə istifadə edirdi ki, rənglərdə keçidlər məhz karandaş effekti verirdi. O qədər incə xətt duyumu var idi ki, yəni rənglərdən bu cür gözəl istifadə edirdi. Əsərlərinə gəlincə isə uşaqlar, Kəpəzin göz yaşları onun masmavi gözlərini xatırladırdı bizə. Yəni bu rəsmdə demək olar ki, incəlikləri ilə Kəpəzin göz yaşları əsərini qeyd etmişdi. Torpağın arzusu əsəri, sonra bir çox əsərlərini qeyd etmək olar. Mən onun əsərlərinin içərisində ən çox Abşeron bağlarına, çünki Bakı ilə çox bağlı olduğu üçün Abşeronla bağlı mənzərələri, Abşeron bağlarında Abşeron mənzərəsi və bir çox əsərlərini qeyd etmək olar. Əzim Əzimzadə adına rəssamlıq peşə məktəbini bitirdikdən sonra Moskva Dövlət Universitetində təhsilini davam etdirir və çox burada şarkılın istedadlı rəssam dərs alır və onun bu sənətdə olan bütün istedadını Səttar Bəhlulzadə öz dəst xətti ilə götürməyə çalışır. Moskvada sərgisinə hazırlanarkən Səttar Bəhlulzadə qətl halı pisləşir. Hətta dostları belə məsləhət görürlər ki, bu səfərə qatılmasın. Çünki səhhətində problemlər yaranır. Hətta həkimlər son anda belə qərara gəlirlər ki, bunun xəstəliyi ilə bağlı özündən gizləsinlər. Çünki ömrünə çox az qalmışdı. Artıq bu xəstəliyin müalicəsi çox gec idi. Ona görə də onu vətəninə yollayırlar. Ölümündən sonra, yəni xalq rəssamı, xalq sənətkarı adı almışdır. 1909-cu ildə oktyabrın 14-də elə öz yaşadığı Bakının Əmircan kəndində də dəfn olunmuşdur.